Təəssüf. Təəssüf edirəm ki, Azərbaycanı xəstəliklərdən qurtaran bir insan özü xəstələnir. Uzun sürən xəstəlikdən sonra dahi şəxsiyyət olan Heydər Əliyev 2003-cü il dekabrın 12-sində vəfat edir. Üç rəngli bayrağım dört rəngə döndü. Qara haşiyə ilə qaraldı dünyam. Göydə ayımı batdı, günəşmi söndü. Necə geniş idi, daraldı dünyam. ...1969-cu ildən bu yana Bakıda yalnız Azərbaycanın rəhbəri olan, yaşayan, bu nəhəng tarixi şəxsiyyəti son mənzilə yola salan, həmişə haykülü, möhtəşəm Respublika sarayı. Həmin gün nə qədər miskin və zavallı görünürdüsə, onu əbədlik qəbul edən, daim həzin, təmkinli Fəxri Xiyaban o qədər möhtəşəm və canlı görünürdü. Səbəb aydın idi. Dünən baş əymişdi bayrağımıza. Bayraqlar baş əydi tabutun üstə. Dən kimi səpildi torpağımıza. Şeyh kimi parladı hər otun üstə. Sən buzun üstə idin, biz otun üstə. Bütün ömrü boyu yalnız öz həyatı üçün yox, həm də qurmağa çalışdığı dövlətin taleyi uğrunda çarpışan bir insan axır ki dincəlməyə qərar verdi. Səssiz, səmirsiz. Fəxri Xiyabanın fəxri gəlirdi. Təzə görünürdü köhnə qəbristan. Vətən ağlayırdı, Heydər gülürdü. Çünki vətən qoydu getdi dünyadan. Mən indi gördüm ki, ömür ötəri, həyat müvəqqəti deyilmiş. Əhsən, səni torpağa yox, zat halləri. Tarixə tapşırdıq, tariximizsən. Tarixə tapşırdıq, tariximizsən. Günlərim hamımızın bildiği kimi Azərbaycan xalqının qurucusu, mimarı Ulu Öndər Heydər Əliyevin vəfatından 13-cü il dönümüdür. Onunla bağlı Ulu Öndərin ruhunu bir dəqiqəlik suçla yad eləyək. Hamımızın bildiği kimi, hamımızın şahidi olduğu kimi 90-93-cü illərdə Respublikamızda gedən proseslərin hamımız şahidləriyik və bugünkü müasir Azərbaycanın və dünyada tanınmış bu Respublikanın qurucusu, müasir Azərbaycan deyəndə birinci bizim xatırladığımız Ulu Öndər Heydər Əliyev olur. Heydər Əliyev mən əvvəl ölsə də ruhən ölməyib, həmişə o bizim qəlbimizdə, ürəyimizdə yaşayır və bu günlərin Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövləti, o cümlədən güclü ordumuz, o cümlədən neft kontraktı və bir neçə layihələr və onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqlə davam olunur. Bu günlərin bizim məqsədimiz odur ki, hər zaman Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızdadır. Hər zaman bizim ürəyimizdə, mən bayaq da dedim, Ulu Öndər Heydər Əliyev ölməyib, o bizim qəlbimizdə yaşayır və müasir Azərbaycanın qurucusudur. Biz xoşbəxt insanlarıq ki, Ulu Öndər Heydər Əliyevlə bir əsrdə yaşamışıq. Ən xoşbəxt və özümüzü xoşbəxt saymalıyıq ki, elə bir şəxsiyyətlə bir əsrdə yaşamışıq. Və biz hər bir Azərbaycanlı, müstəqil Azərbaycanın hər bir vətəndaşı, 50 milyon Azərbaycan xalqı dünyanın müxtəlif ölkələrində yaşamağına baxmayaraq, Ulu Öndər Heydər Əliyevin adı gələndə qürur hissi duyur və bütün dünya dövlətlərində, o cümlədən bütün dünyada öz
siyasi kursunun hesabına, öz şəxsi nüfuzu hesabına Azərbaycan Respublikasını dünyada tanıtmış və bu günlərin bizə müasir Azərbaycan Respublikasını qurub gedib və onun layıqlı siyasi davamçısı İlham Əliyev onun siyasi kursunu davam elətdirir və hələ Azərbaycan Respublikasını 100 illərindən sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçıları idarə edəcək və hər zaman bizim bayrağımız yüksəklərdə dalğalanacaq. O vaxtı Allah qoysa öz doğma torpaqlarımız alınacaq. O vaxtda Ulu Öndərin ruhu şad olacaq və mən arzu edirəm ki, gələn il bu vaxtı biz Ulu Öndərin anım günün öz doğma torpağımız olan Laçında qeyd edək və onun büstün gedib öz doğma torpağımız Laçında ziyarət edək. Allah rəhmət eləsin. Çıxış üçün söz məktəbimizin dil ədəbiyyatı müəlliməsi Nataman müəlliməyə verilir. Hörmətli tədbir iştirakçıları, əziz şagirdlər, biz bugün Heydər Əliyevin anım mərasiminə toplaşmışıq. Əziz uşaqlar, bildiyimiz kimi bizim üçün vacib olan bir neçə sərvətlər var. Bu sərvətlər özü iki yerə bölünür. Maddi sərvətlər, bir də mənəvi sərvətlər. Neft, pambıq bildiyimiz kimi bizim maddi sərvətlərimizdir. Yəni, bunsuz nə bizim ölkəmiz, nə də o vətəndaşlar keçinə bilər. Maddi sərvətlərlə bahəm həm də bizim mənəvi dəyərlərimiz, mənəvi sərvətlərimiz var. O sərvətlərdən biri də, bəlkə də birincisi, elə Ulu Öndər ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev elə bir iz qoyub ki, bizim həyatımızda, bizim tariximizdə, bizim xalqımızın milli tarixi keçmişində mənə elə gəlir ki, onun izi hələ bundan sonra 100 illər boyu yaşayacaqdır. Mən bugün Heydər Əliyev haqqında bir şeirimi sizlərə çatdırmaq istəyirəm. Ümumiyyətlə, Heydər Əliyev haqqında günlərlə, saatlarla danışmaq olar. Direktorumuz Səxavət müəllim Heydər Əliyev haqqında çox geniş məlumat verdi. Ona görə də mən istəmirəm ki, bir qədər baş ağrısı olsun və özümün Heydər Əliyev haqqında yazdığım bir şeirimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Yenidən can verdin bu millətinə, alqış iradənə, güc qüdrətinə, dünyanı mat qoydun siyasətinə, əqidəm, məsləkim, müqəddəs pirim, bəşərin fövqündə duran liderim. Adınla bağlıdır inkişafımız, dünyaya hökm edir neftlə qazımız, irəli getməkdir tək amalımız, düyülən yumruğum, ucalan səsim, bəşərin fövqündə duran liderim. Bakı Ceyhan, Tiflis, Subsa kəməri, tanıtdı dünyaya bəhri Xəzəri, bəxş etdin xalqıma nurlu səhəri, durdun arxasında millətin, elin, bəşərin fövqündə duran liderim. Dünyaya səs saldı şöhrətin, şanın, açılan sabahım, sökülən danım, memarı olmusan Azərbaycanın, bəlağətli nitqim, saf ana dilim, bəşərin fövqündə duran liderim. Milləti qurtardın qada baladan, özü tək yaratdı səni yaradan, xalq üçün doğuldun sanki anadan, haqqın dərgahına uzanan əlim, bəşərin fövqündə duran liderim. Millətə yaşamaq inamı verdin, sönməyən ümidi, gümanı verdin, xalqın pənah yeri, ilhamı verdin, mənim uzaq görən ulu öndərim, bəşərin fövqündə duran liderim. Ruhum dolaşdıqca elə bil hər an, bizi xoş günlərə aparır ilham, bu sözü qürurla deyəcək zaman, əqidəm, məsləkim, müqəddəs pirim, bəşərin fövqündə duran liderim. Məktəbinin 4-cü sinif şagirdim. Quliyev Akşin, o da Ulu Öndər haqqında öz təsəvvürlərini bölüşsün. Buyur Akşin. Heydər Əliyev 1923-cü ildə mayın 10-da Naxçıvan Muxtar Respublikasında Dəmiryolçu ailəsində anadan olmuşdu. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. Lakin Memar Fakültəsinə daxil olmuşdur. Lakin başlanan 2-ci Dünya müharibəsi onun təhsilini başa çatdırmağa qoymamışdır. Heydər Əliyev SSR-nin tərkibində 20 il sədr müavini, 5 il isə buranın sədri işləmişdir. Lakin Sovetlər Bakıda qırğın törədən zaman Heydər Əliyev buna dözməyib, ertəsi gün burada işləyən təşkilatçılara və icraçılarına cəza verilməsini istədi və ərizəsini yazaraq buradan istefa verdi. Heydər Əliyev o 4 dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və başqa medallarla təltif olunmuşdur. Heydər Əliyev 2003-cü dəfə, birinci dəfə prezident seçilən zaman neft kontraktlarına imza atmış və özü də bildirmişdir ki, bu əsr müqaviləsidir. İkinci dəfə prezident seçilən zaman öz dövləti üçün yenə xeyirli işlər seçməyə başladı və üçüncü dəfə isə səthində yaranmış problemlər nəticəsində o öz namizədliyini İlham Əliyev, öz oğlu, davamçısı İlham Əliyevə verdi və Amerika Birləşmiş Ştatlarına Ohio şəhərindəki Cleveland xəstəxanasını etdi. Lakin 12 dekabr 2003-cü ildə Heydər Əliyev burada vəfat etdi və 15 dekabr Fəxri Xiyabanda dəfn olundu. Allah rəhmət eləsin. Bu qurub yaratdığın dövlət yaşadar səni, haqqını yaşatdığın millət yaşadar səni, pillə-pillə ucalıb, kərpic-kərpic qurduğun bu ölkə, bu məmləkət boyda sevgi, dünya dolusu şöhrət, hörmət yaşadar səni, sənsiz keçən günlərin hər ayında, günündə, hər kəsin həyatında, hər nəfərin ömründə, qədir bilən xalqının səni sevən könüldə, sağlığında ucalıb, məğrur heykəlin sənin, hələ çiynimizdədir, uğurlu əlin sənin. Muhterimiz Ulu Önder hakkında öz şiirlerini hazırlamıştı. Öz şiirlerin Ulu Önder'in hatirəsinə həsr elədikləri şiirlerin desinlər. Buyurun. Gəlişinlə qurtulubdur bu vətən, sən oldun bu xalqa ümid və güvən, sən oldun dar gündə köməyə gələn, ulu bir sərkərdə, ulu bir öndər, ucaltdı hər yerdə bayrağımızı, yazdı tarixlərə ad sanımızı, tanıtdı dünyada varlığımızı, ulu bir sərkərdə, ulu bir öndər, hara baxırsansa nişanələri, özündən sonraki abidələri, bizləri tərk etmir xatirələri, ulu bir sərkərdə, ulu bir öndər, Heydər adı dastanlara çevrildi, onun qüdrətini yeryüzü bildi, Allah onu yurdumuza getirdi, ulu bir sərkərdə, ulu bir öndər. Bəs, Ömər desin. Sən də arxalandın, dağ sən arxa dürdü, sən haqqa arxalandın, haqq sən arxa dürdü, sən xalqa arxalandın, xalq sən arxa dürdü, arxası da olanın gücü tükənməz dedi, arxası xalq olanın çırağı sönməz dedi, yalımıza alır saçır, ömür məşərin sənin, hələ çiynimizdədir, uğurlu əlin sənin, bayraqları bayraq yapar üstündəki qandır, torpaq uğrunda olan varsa vətəndir, gətirin, mənim müqəddəs bayrağımı, gətirin şəhidlərimin qanından, canından olan bayrağını,
Gətirin mənim azadlığımı, gətirin mənim müqəddəsliyimi. Bayraq bizim üçün namus deməkdir, şərəf deməkdir, mənlik deməkdir. Ey mavi göylərin al mavi yaşın örtüsü, bacımın gəlinliyi, şəhidimin son örtüsü. Işıl ışıl dalga dalga bayrağın, sənin dastanını oxudum, sənin dastanını yazacağam. Səni salamlamadan uçan kuşu yuvasını dağıdacağam. Sənə mənim gözümlə baxmayın, məzarını qazacağam. Ne zaman ki Azerbaycan Təbrizinə, Zəncanına qovuşacaq. Ne zaman ki qaçqınların ata-baba ünvanına qovuşacaq. Ne zaman ki qisasımız haqq ədalət divanına qovuşacaq. O gün vətən başdan başa al qumaşa bürünəcək. Sənin yerin görünəcək. Ne zaman ki İralandan, Qarabağdan köç edəcək xəyanət, şər. Ne zaman ki Azerbaycan söyleyecek bütün beşer. Ne zaman ki senin büyük abiden delin kesecek körpe Heydər. Arzuların vətənində açıldıkça çiçek çiçek senin yerin görünecek. Daim yeni zaferlere səsləyəcək ruhun bizi. Əməllərin ömrümüzü bəzəyəcək. Xoş xatirən qəlbimizi. Hak ədalət qarşısında büküləndə namərd düşmənlərin dizi. Ne zaman ki aylar, yanlar dizin dizin sürünecek. Senin yerin görünecek. Milli ordun biz müzəffər yürüş ile yurtları azad edende. Oğulların Xocalını, Kəlbəcəri, Laçını abad edende. Bağladığın kontraklar bəhrə verip milletini şad edende. Sen ey ömrü bir ebedi meşel kimi yanan ürək. Senin yerin görünecek. Senin yerin görünecek. Azerbaycan adını, Azerbaycan xalqını dünyaya tanıttıran Heydər atamız oldu. Sinəndə köz də yansa, dilində söz də yansa, qarşında kim dayansa, yaşa ey odlar yurdu. Tanrı sənə yetirib Heydər kimi bir oğlu, keşiyində dayanıb, basılmaz igid ordu. Damarında Türk kanı, axan Heydər özüdür. Bütün Türk dünyasında Atatürk'le özüdür. Azadlık Allah tek, əyləşib öz yerində. Yerin, göyün nuru var, Peyğəmbər gözlərində. Sadəliyin nur saçır, əzəməti dərində. Gedir Polad çiyində, kəpəz, qoşqar, boyda yük. Dədə Heydər, Atatürk, dərin mavi gözlərin sakit yanan odacaq. Alovunda satqınlar yanacaq, kül olacaq. Qaranlıqda işıqlar o işığa yol açacaq. Məsləki varlığımdan böyükdür, 1000 qat böyük. Böyüklük heykəldir, Dədə Heydər, Atatürk. Vətən oğlu ata aldın bizə sən. Ata kimi qayğımızı çəkirdin. Şair kimi həssas idin. Sözərsən danışıqda sözdən sözü çəkirdin. Ölkə olduq sən arzuna çatanda bir əlin ot, bir əlin su olurdu. Millət rahat xumarlanıb yatanda yuxun bir an qış yuxusu olurdu. Yurdumuzda şan şöhrətli hər nə var. Yatmadığın günlər, aylar, illərdir. Ziyarətə gəlir sənin bu yollar. Göz yaşımız məzarında güllərdir. Sənin rəmzin Azərbaycan bayrağı. Baş qaymağa, can verməyə hazırıq. Dan ulduzum, yurdumuzun mayağı. Şeirdə bir təsəllidir yazırıq. Adın sanın yenilməz bir ordundur. İndi odlar diyarının özüsən. Azərbaycan Heydərlərin yurdudur. Gələcəyə baxanların gözüsən. Adı müasir tariximizə qızıl hərflərlə yazılan ölməz liderimiz Heydər Əliyev yeri göğü işığa qərq edən günəşə bənzətmək olar. Heydər Əliyev unudulmaz bir şəxsiyyətdir. Azərbaycanın qurucusu, memarı olan Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər baba, dahilərin dahisi, tarixlərdən silinməyən adın var. Ömrü boyu nəsilləri isidən bir sönməyən ocağın var, odun var. İndi isə sözü mənim balaca fidanlarım olan 1-ci sinifə verirəm. Buyurun. Gəlişinlə qurtulubdur bu vətən. Sən oldun bu xalqa ümid və güvən. Sən oldun da gündə kömək
baba. Heydər dedim, coşdu qələm, cənnət məkan oldu sinem. Heydər dedim, sustu bulut, güldü güneş, doldu sinem. Heydər adlı zirvələrdə haqqa gedən yoldu sinem. Hey, Allah səni öz nurundan yaratmıştı Heydər baba. Bu torpağı, bu milleti canından çok sevirdin. Ayağını basan yerde, taş üstünde gül bitirdi. Özün gettin öz halkına, özün kimi oğul verdin. Allah seni öz nurundan yaratmıştı Heydər baba. Yer topunun sir boxtası, renksiz donsuz göylerdedir. Hayır doğan üstümüzde, ruhun sonsuz göylerdedir. Göyden geldin, göğe döndün, yerin onsuz göylerdedir. Allah seni öz nurundan yaratmıştır Heydər baba. Melekler koynunda imdada çatan, halkın nicat yolun halka anlatan, müqəddəs bu yoldan təkcə can atan, ilahi qüvvədir Heydər Əliyev. Kılıncın qənimi, qələmin qulu, haqqın dərgahında uludur ulu, sevdiği vətəndir bir Allah yolu, sönməz əbədidir Heydər Əliyev. Vətən xalq yolunda canından keçən, həyatda mənalı bir ömür sürən, hər bir adımında uzağı görən, gözüdür xalqın Heydər Əliyev. Milletin adını yüksekte tutar, imzasını ədəbi tarixə atar, düşdüyü bəladan qurtuluş tapar, düşünən beynidir Heydər Əliyev. Bəşər tarixində yeri görünən xalq ilə ağlayıb, xalq ilə gülən, xalq ilə ağlayıb, xalq ilə gülən, ulu öndəri tək xalqın döyünən, yanan ürəyidir Heydər Əliyev. Zümrət nur saçır, güneşdə sənsən, o çəkdiyi zəhmətlər getmədi hədər. Azəli yurdumda elimdə sənsən, unuda bilmədim ürəyimdəsən. Nə müddətdir könlüm yaman darıxır, gözlərim hər yerdə axtarır səni. Xəyalım dolanır, göylərə qalxır. Ey, göylərin qatında axtarır səni. Ey ulu öndər, bu bir ayrılıqdır, sonu görünməz. Sirri dünyamızdır, yolu bilinməz. Ona gedən bir də geriyə dönməz. Tanrı dərgahında axtarır səni. Ey ulu öndər, xalqını çıxartdın, avcı nə demək? Zəhərin dadmağa qoymadı fələk. Dövlətə, xalqına ilhamdır gərək. Onun timsalında axtarır səni. Ey ulu öndər. Bu günlərim hamımızın bildiği kimi 2016-cı il 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım mərasiminə Laçın rayon 37 nömrəli tam orta məktəbində anım mərasimi keçirilir. Anım mərasimi başa çatır. Yəni Ulu Öndər haqqında günlərlə, saatlərlə, illərlə danışsan da qurtarmaz. Ulu Öndər haqqında nə qədər tarixlər dayazsa, nə qədər o bizim xalqa elə bir müstəqillik bəxş eləyib ki, onu nə qədər yazsan da onu yazmaqla qurtarmaz, danışmaqla qurtarmaz. O həmişə bizim qəlbimizdə, ürəyimizdə həmişə yaşayacaqdır. Allah Ulu Öndər rəhmət eləsin və onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevə kömək olsun və yaxın vaxtlarda bizim torpaqlarımızı azad etsin və Ulu Öndərin gələn il o vaxtı anım mərasimi mənbəxtər ilimiz, doğma torpağımız olan Laçında qeyd eləyək. Bu uzaqda deyil, əminik ki, bu yaxın vaxtlardadır, aprel döyüşləri zamanı Ulu Öndərin bizə qoyub getdiyi ordunun gücünü bütün dünya gördü. Ali Başkomandanın rəhbərliyi altında bütün dünyaya sübut elədi ki, Azərbaycan ordu gücünə hər zaman öz torpaqlarını almağa hazırdır. Bu da Ulu Öndər Heydər Əliyevin bizə qoyub getdiyi ordudur və Ali Başkomandarımız da layığınca davam elətdirir. Allah qoysa gələn o vaxtı öz doğma torpağımızda Ulu Öndərin Laçının ən gözəl yerlərində onun büstü qarşısında yığışıb
ziyarət eləyərək. Allah rəhmət eləsin. Mirzəyev İsmail Tofiqoğlu, Laçın rayon 37 nömrəli tam orta məktəbin 8A sinif şagirdiyəm və şu uşaqların dediklərinə sözlərinə qüvvət olaraq Heydər Əliyev həqiqətən də Azərbaycan Respublikasının ümumilli lideri və qurucusudur. Ümumilli lider Heydər Əliyev uşaqlara çox böyük dəstək göstərmişdir. Onlar uşaqlarla çox yaxşı münasibət saxlamış və onların gələcək təhsili barədə müxtəlif işlər görmüşdür. Bu işlərə nəzər alaraq hal-hazırda mən oxuduğum məktəb Heydər Əliyev ölməmişdən əvvəl təhsilə göstərdiyi qayğı və indiki prezidentimiz İlham Əliyevin indiki təhsilə göstərdiyi qayğı nəticəsində mən 37 nömrəli tam orta məktəbi tam təmirli şəkildə oxuduğuma çox razıyam. 37 nömrəli tam orta məktəbin direktoru Sərvət Məmmədova öz dərin təşəkkürlərimi bildirirəm. Bu məktəbdə gördüyüm yüksək təhsil və maham, bu məktəbin müəllim kollektivinə özümü borclu hiss edirəm və onların bizə göstərdiyi dərin təhsilə görə onlara dərin təşəkkürlərimi bildirirəm. Bildiyimiz kimi, erməni təcavüzkarlarının vəhşiliyi törətdiyi Azərbaycan torpaqlarının 20% işğal altındadır. Ancaq aprel döyüşlərində Azərbaycan Respublikasının baş komandanı İlham Əliyev göstərdiyi böyük təsir qüvvələrinin nəticəsində Azərbaycanın 1% torpaqları geri qaytarmışdır. Bunlarla baxan mən əlimdəki gördüyünüz formaya təsirlənərək və böyük qürur hissi keçirirəm ki, mən inşallah böyüdükdə, əskərə getdikdə öz torpaqlarımızın bütün böyük qarış torpaqlarını, bütün 19%, 20% işğal erməni təcavüzkarlar tərəfindən işğal edilmiş torpaqların hamısını Azərbaycana geri qaytarmalı. Mənim heç bir zaman istəmərəm ki, erməni təcavüzkarları Azərbaycan torpağının bir qarış bir hissəsinə ayaq bassın. Mənim gözümdə ermənilər Azərbaycanda yaşayan sakin vətəndaşları, dinc vətəndaşları vəhşicəsinə qətlə yetirilmişdir. Qocalara, yaşlılara, qadınlara, uşaqlara mərhəmət göstərmədən öldürmüşdür, təcavüz etmişdir. Mən böyüdükdə erməniləri Azərbaycan torpaqlarından dəf edəcəyimə inanıram və bunun üçün Azərbaycan torpaqlarında yetişən müxtəlif çoxlu oğullar var. Bunlara Mübariz İbrahimov və digərlərini misal çəkmək mümkündür.